Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün yenə sizlərlə birlikdəyik. Bugün yenə bir neçə sualın izahına baxacağıq. Amma nəzərinizə çatdırım ki, biz artıq çəkdiyimiz sualları MIQ imtahanına hazırlaşan müəllimlərə dəstək məqsədi ilə çəkirik. Çünki artıq sertifikasiya bitdi. Bundan sonraki çəkəcəyim videolar sırf MIQ üçün olacaqdır. Məqsədim sizlərə sadəcə dəstək olmaqdır. Keçək suallarımıza. Deməli, üçüncü sualda nə deyir? Toyuğun yetişmə zonasına 20 hüceyrə daxil olub. Müxtəlif cinsi xromosom daşıyan qametlərin sayı bir-birinə bərabərdir. Orqanez prosesi zamanı yalnız X cinsi xromosomu daşıyan neçə hüceyrə bölünməyə məruz qalmışdır, deyir. Tamam. Mən hər zaman deyirəm ki, bir hüceyrəm XY olan, hansı ki toyuğu deyir, ona görə heterozigotdur. Bu hüceyrə bölünəcək meyoz 1 prosesində əmələ gətirəcək nə? 2 dənə hüceyrə. Biri X, biri Y olmaq şərti ilə. Daha sonra bu hüceyrə meyoz 2 prosesində özü kimi X xromosomu daşıyan 2 hüceyrə əmələ gətirəcək. Digəri də yenə 2 dənə hüceyrə əmələ gətirəcək ki, bunlar da Y xromosomunu daşıyacaqdır. Bunun biri qamet olacaq, digərləri olacaq nə? Yönəltici cisimcik. Və mən bir hüceyrə daxil olanda baxıram ki, sadəcə X xromosomu daşıyan bir hüceyrədə, yəni harda? Bax, bu ox işarəsi qoyduğum hüceyrədə nədir? Bölünmə prosesi getmiş olacaqdır. Sadəcə X cinsi xromosomu daşıyan bir hüceyrəmdə bölünmə prosesi baş verdi. Demək ki, mənim başlanğıc hüceyrəm 1 olanda, əgər bir hüceyrədə baş verirsə, yalnız X daşıyan bir hüceyrədə baş verirsə bölünmə, 20 hüceyrə daxil olubsa, deməli, yenə də 20 dənə yalnız X daşıyan hüceyrəmdə nədir? Bölünmə baş vermiş olacaqdır. Doğru cavabımız olacaq nə? B variantı. Daha sonra keçək növbəti sualımıza. Növbəti sualda şəklə əsasən göz bəbəyinin birinci vəziyyətdən ikinci vəziyyətə keçməsinin səbəbi aşağıdakılardan hansı ola bilər? Göz bəbəyinin genişlənmiş haldan daralmış vəziyyətə keçib. Bu nədir? Qaranlıq otaqdan işıqlı otağa keçmək. Bəli, o qaranlıq otaqdan işıqlı otağa keçmək göz bəbəyinin daralmasına səbəb olacaqdır. Daha sonra keçək növbəti sualımıza. Növbəti sualımızda bizə nə deyir? Baxaq. Deməli, 35-ci sualda deyilir. Bir dişi tısbağa növünün somatik hüceyrəsindəki xromosom müxtəlifliyi 36-dır. Onun bu hüceyrəsində ilişikli gen qruplarının sayı neçə olar? Mən dedim ki, nədir? Xromosom müxtəlifliyi dişi tısbağa sürünəndir və dişidir. Dişidirsə nədir? Heterozigot olacaqdır. Yəni XY şəklində olmuş olacaqdır. Əgər bir fərdin xromosomu heterozigot formadadırsa, XY-dirsə, xromosom müxtəlifliyini hesablayarkən nə edirdim? Mən onun haploid xromosom dəstinin üzərinə nə gəlirdim? 1 gəlirdim. Çünki burada X ayrı, Y ayrı olmuş olacaqdır. Yəni, bir-biri ilə homoloq olmayacaq. Ona görə haploid xromosom dəstinin üzərinə bir dənə də nəyə gəlirdim? Y xromosomunu gəlirdim. Tamam, əgər bunun mən haploid xromosom dəstinin üstünə 1 gəlib mən almışamsa 36-nı, mənim enim nədir? 35-dir. Zaten mənə deyir, onun bu hüceyrəsində ilişikli gen qruplarının sayı. İlişikli gen qruplarının sayı elə nədir? Həmin canlının haploid xromosom dəstidir də. Demək ki, buradan N35 olduğundan ilişikli gen qruplarının sayı da elə nə olar? 35 olar. Day bu sualın bundan artıq belə sadə izahını düşünmürəm ki, olsun. Yəni, ən sadəsi bu şəkildə olur. Tamam. Daha sonra keçək növbəti suallarımıza. Növbəti sualda nə deyilir? Növbəti sualda bizə deyilir, eukaryot orqanizmlərin canlı hüceyrəsində nüvədə baş verə bilər. Nüvədə baş verə biləcək proses nədir? DNT-nin özünü yenidən ikiləşməsi, yəni yaratması. Nədir? DNT ikiləşdi. DNT-dən RNT-nin sintezi yenə nüvədə baş verəcək.
RNT-dən zulanın sintezi isə artıq nədir? Stoplazmada baş vermiş olacaqdır. Demək ki, mənim nüvədə baş verən proseslərim 1 və 2, yəni D variantı olmuş olacaqdır. Daha sonra keçək növbəti sualımıza. Növbəti sualda nə deyir? Bunları nə vaxtsa izah vermişəm. Mürəkkəb refleks qövsünün ikinci hissəsində yerləşir. İkinci hissəsində yerləşir. Deməli, mənim birinci hissəm nə idi? Reseptor sahə idi. Hissi sinirin dendritləri buradaydı. Oradan çıxış edərkən hissi yolda hissi sinirlərin aksonu uzanırdı, gəlirdi hara qədər? Mərkəzə qədər. Mərkəzdə nə yerləşirdi? Ara neyronu, aksonu, dendriti. Və hərəki neyronun dendriti və nəyi? Cismi orada yerləşəcək. Plus həm də aksonunun da bir hissəsi mərkəzdə olmuş olacaq. Daha sonra akson mərkəzdən çıxış edəcək və hərəki yolla düz işçi orqana qədər gəlmiş olacaqdır ki, burada ikinci hissə olacaq hissi yol. Hissi yolda da sadəcə mən nəyi görərəm? Hissi sinirlərin düyünü, sinir düyününü görmüş olacağam. Daha sonra baxaq növbəti sualımıza. 30-cu sualda nə deyir? 30-cu sualda deyir, verilən ifadədən hansı doğrudur? Sol ağciyər 3, sağ ağciyər 2 paydan ibarətdir. Bu yanlışdır. Sağ 3 paydan, sol 2 paydan ibarət olacaq. Bronxlarda qazlar mübadiləsi həyata keçirilir. Xeyr, bronxlarda qazlar mübadiləsi baş verməz. Ağciyərlərin üzəri etil toxumasına əmələ gəlmiş ağciyər plevrası örtür. Yanlışdır. Qazlar mübadiləsi nəfəs alma etil toxuması dediyinə görə qazlar mübadiləsi nəfəs alma zamanı həyata keçir. Bəli, nəfəs alma zamanı nə baş verirdi? Qazlar mübadiləsi baş verirdi. Bəli, daha sonra keçək növbəti sualımıza. Növbəti sualda bizə nə deyir? Hansı geoloji dövrdə yumurta hüceyrə möhkəm qabıqla örtülməyə başladı? Artıq yumurta qoymaqla çoxalmadan söhbət gedir ki, bu da ilk dəfə daş kömürdə həmin bu sürünənlərdə olmuşdur. Daha sonra baxaq növbəti sualımıza. Növbəti sualda hansı orqanoidin tərkibində 5 növ azot əsası ola bilər? Deməli, lizosomun tərkibində adenin, guanin, sitozin, timin, urasil bunların bu şəkildə yəni rast gəlinməyəcəkdir. Ribosomun tərkibində adenin, guanin, sitozin, urasil. Holc aparatı, endoplazmal şəbəkə bunlarda da olmaz. Amma leykositdə mən bunu həm adeninə, həm guaninə, həm sitozinə, həm urasilə yəni ümumilikdə 5 növ azot əsasın 5-inə də neyniyərəm? Rast gələ bilərəm. Daha sonra baxaq nəyə? Növbəti sualımızda nə deyir? Süd vəzləri ilk dəfə hansı geoloji dövrdə meydana çıxmışdır? Süd vəzləri ilk məməlilərlə bağlı olan bir şeydir. İlk məməlilər də bilirdik ki, nədir? Triasın əvvəlində meydana gəlmişdir. Triasın sonu demiş olsaydıq, məsəl üçün kim orada var idi? Triasın sonunda sürünənlər əmələ gəlmişdi. Demək ki, süd vəzləri məməlilərlə bağlıdır və ilk məməlilərdə süd vəzləri var idi. Bu da triasın əvvəlində baş vermişdir. Bunların yəni meydana gəlməsi. Daha sonra baxaq növbəti sualımıza. Növbəti sualımızdan nə deyir bizə? 45. Cədvələ əsasən X-in qiymətini tapın. 28 günlük aybaşı sikl şəraitində hamiləliyin baş vermədiyi ovulyasiyaların hamiləlik baş verməyib deyir. Ovulyasiya sayı və qadının maksimal yaşı X olaraq göstərilir. Ovulyasiya sayı nədir? 104. Mən bilirəm ki, bu ildə 13 dənə ovulyasiya olur ki, 104-ü bölsəm 13-ə eləyər nə? 8. Deməli, bu 8 il buradan nədir yaşayıb.
və qadının maksimal yaşı 10-12 yaşlarda olurdu. Artıq bu proses baş verməyə başlayırdı. Maksimal yaşı dediyinə görə qadın 12 yaşdan başlamış olsun bu prosesi həyata keçirməyə. 12-nin də üzərinə 8 gələrəm, eləyər nə? 20. Yəni doğru cavab olacaq A variantı. Daha sonra baxaq növbəti sualımıza. 46-da nə deyir? İnsanda həzm zamanı maddələrin həzmi hansı ardıcılıqla davam edəcək? Birinci nə olacaq? Boşluq həzmi olacaq. Daha sonra olacaq membran həzmi bağırsaqlarda. Sonra isə olacaq nə? Hüceyrə daxili həzm olmuş olacaqdır. Daha sonra növbəti sualımıza baxaq. Növbəti sualda nə deyir? İnsanın onurğa sütunu hansı sümüklərlə bilavasitə birləşmə əmələ gətirir? Onurğa sütunu biz bilirik ki, oma nahiyəmiz çanaqla birləşmə əmələ gətirəcəkdir. Bir də boyun fəqərəsinin ilk fəqərəmiz nədir? Ənsə ilə birləşmə əmələ gətirəcəkdir. Bu da olacaq doğru cavab 2, 5. Deməli, əziz müəllimlər, biraz daha sadədən mürəkkəbə doğru bu sualları bu şəkildə sizlərə izah edəcəm. Daha mürəkkəb suallar izah etməyə çalışacağam ki, bilirik ki, MIQ imtahanı sertifikasiya imtahanına bənzəməz. Biraz daha çətindir. Sanki elə bir sertifikasiya MIQ-in balasıdır, belə deyək də. Əsas olan nədir? MIQ-dir. Daha çətin olan, daha qarmaşıq olan, daha məntiqi olan. Belə, əziz müəllimlər, İnşallah ki, videolarımızın davamı olacaq. İyul ayının 9-unda artıq MIQ imtahanına hazırlaşan müəllimlər üçün bilirik ki, imtahan keçiriləcək və bu ayın 9-una qədər biz çalışacağıq ki, demək olar ki, bəlkə də hər gün bu şəkildə video izahlar çəkib sizlərə dəstək olaq. Dinlədiyiniz üçün təşəkkür edirəm, əziz müəllimlər. Sağ olun, salamat qalın.